Salam dostlar, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi indən sonra pomidora qurd düşməyin vaxtı gəlir çatır. Yavaş-yavaş pomidorda qurd daha çox yayılır bu aylardan sonra. Deməli, bax bu göstərdiyim dərmanlardan qurda qarşı geniş şəkildə istifadə edə bilərsiniz. Bax bu koregendir. Koregeni maksimum sezon ərzində məcbur qalarsınızsa 3 dəfə istifadə edə bilərsiniz. Belə deyək də, qurdun Tutabsaluta deyirlər də ona. Onun qənimi koregendir. Bunu qoyuram kənara. Niyə qoyuram kənara? Bundan əlavə birinci, yəni koregen işlətməməyi tövsiyə edirəm. Birinci, yəni addımda da, yəni birinci dərmanlamada. Parsav tutarips. Bax bu iki dərmanı bir-birinə qataraq istifadə edə bilərsiniz. Bax bu iki dərmanı bir-birinə qataraq birinci partiyada istifadə edə bilərsiniz. Üstündən 10 gün, 12 gün keçəndən sonra koregen istifadə edə bilərsiniz bir partiya. Ondan bir 10 gün keçəndən sonra avans istifadə edə bilərsiniz. Yəni siz bunları istifadə eləsəz, sizin pomidorda ümumiyyətlə qurd olmayacaq. Deyə bilərsiniz ki, bunların hamısını alsaq bizə baha başa gələr. Müəyyən mağazalarda bunları qram şəklində də ala bilərsiniz. Yəni istifadə edə bilərsiniz. Çox effektiv dərmandır. Çox da güclü dərmandır bunlar. Koregen, bir də koregen haqqında məlumat vermək istəyirəm. Bunu pambıqda daha geniş istifadə edirlər. Bax, orijinal koregen budur. Fransanındır, FMC şirkətinindir. 3 ölkə üzrə istehsal olunur. Zaten üstündə də qeyd olunur. Yəni kimsə deməsin ki, bu Gürcüstanındır. Yəni elə deyil. Bu Fransanın Azərbaycana heç qrup agroservis tərəfindən gətirilmiş koregen dərmanıdır. Xeyirli uğurlu olsun. Allah hər kəsin malına bərəkət versin. Allah heç kimin əziyyətini yerdə qoymaz inşallah. Çox sağ olun, minnətdarım.